yüreklerimden ah. İşit Allah derdimi, bu ahlarımı, rahmeyle bağışla günahlarımı, hayır eyle hem akşam hem sabahlarımı. Hasbi Rabbi Canlallah, Allahu Allah, ma fi kalbi gayrullah, Allahu Allah. वो तन्हा कौन है, अल्लाहु अल्लाह, बादशाह वो कौन है, अल्लाहु अल्लाह, मेहरबा वो कौन है. Can sağlığı versin. İqbal həqiqətən də xəstələrə, imkansızlara dəstək olan qardaşlar, Allah ruzisine bərəkət versin. Sarxan qardaş var, Allah köməyi olsun. O da baxıram həqiqətən. Gözəl bir qardaşdır, dəstək olan qardaşdır. Bu günləri biz anamız ayın axırına qədər əməliyyat olması üçün gəldik. 1 manat götürmədən heç kimdən də götürmürük. 400 nə qədər yığdıq? 76. 476 manat bu gün yığdıq. Dünənlərdə 400 manat yığmışdıq. Min şükür Allaha. 2526 manat pul yığılıb 10 mindən. İndi qalan məbləğ nə qalıb Allahın köməyindən, xalqın köməyindən ayın axırına qədər yığılar Allahın köməyindən. Hamınızda çox sağ ol deyirəm. Təşəkkürümü bildirirəm. Var olasınız deyirəm ki, bu günləri həqiqətən anıya dəstək olursunuz. Yəni reallıq budur. Çünki həqiqətən bu günləri xəstədən 1 manat, imkansızdan 1 manat pul yeyilmir. Biz Allah'a xatir xeyirxah deyiriksə, xeyirxah əməllərdir. Yalandan maskalanmırıq. Yalandan nitq dilimizi işlədib nitq, yəni belə necə deyim, iki formada danışıb cəmaatı maskalanıb pulunu yemirik. Biz həqiqətən Allah'a xatir yığıb xəstəyə də imkansıza da veririk. Kim xəstənin pulundan, kim imkansızın pulundan istifadə edir, gəlir deyir, ha, məsəl üçün xəstəyə 5000 lazımdır. Deyir, 1000 manatda mən götürəcəm, 6000 yığır. Və yaxud da o puldan, kartdan istifadə edir, xəstənin imkansız ticarət vasitəsindən istifadə edib, xəstənin imkansızın pulunu yiyirsə, burnundan gəlsin. Çünki bugün xəstəyə pul lazımdır. O pul xəstəyə yığılırsa, manatların kimi də xəstəyə verilməlidir. Ana, bax, bu günləri 2526 manat yığılır. Biz sizdən nəsə götürürük, nəsə... Heç nə istəmirsən. Allah ömrü uzun eləsin. Halal elə zəhmət bizə. Biz nə halal xoşun olsun, biz nə əziyyət çəkirik. Bu günləri həqiqətən çox sevindirdilər, var olsunlar. Bu günləri heç, yəni həqiqətən də min şükür Allaha, yaxşı pul yığıldı. Allah kömək olanlara can sağlığı versin. Nəinki buradan biz heç şeydən pul götürmürük. Var olasınız, gecəniz xeyrə qalsın. İnşallah Allah sizə can sağlığı versin. Tutulan oruçları da Allah qəbul eləsin.